Adası bir 5'də 6'da var. Yox, hava qaralan vaxtı idi. Hava qaralan vaxtı, azan vaxtı. Azan vaxtı oldu. Azan vaxtı idi, evdə deyildim. Elə evdən çıxmışdım, zəng gəldi. Elə bir işçi üçün getmişdim. Yəni çölə işə gedirəm mən. İşçi üçün getmişdim. Zəng gəldi ki, mənə ev üz yanır. Qayıtdım, gəldim görüm, tamam artıq yanıb da. Tamam yuxarı, aşağı hamısı yanıb. Bir dənə şey evin əşyasını çıxarda bilmədim. Yandı, kül oldu elə. Pajarını gəldi, amma da söndürdülər, ha belə duvarlar qaldı da, bütün yandı alt üstü. Evimin hər şeyi yandı. Yəni ki, əmoğlu yolundan keçirdi. Ondan 5 dəqiqə qabaq mən keçmişdim. Hay ki, ev yanır, qaçdım bura, gördüm əmoğlu da buradadır. Pəncərələrin qırılmağı ilə evin halovlanmağı, ondan sonra nə bilim formada. Yəni bir dənə əşya çıxarda bilmədik də. Yəni ki, deyəm ki, bir kağız parçası, ya nəsə, yəni heç bir şeydə, heç bir şey. Bütün halovlandı deyib, pajarında gəlincə bütün hamısı yandı, külə döndü, isti etdi. Yəni bu forma. Hiçbir şey, hiçbir şey. Qalmağa yerim yoxdur. Yəni bir dənə yorğanım, döşəgim hamısı yanıb. Heç bir şey, bir dənə ipişkə çölə çıxada bilmədim evdən. Yəni indi həyətdə səhərə qədər, yəni bir ailəm, yoldaşımdır, oğlumdur, özüməm. Yəni qalmağa yerimiz yoxdur.